O kim deyir mən belə deyiləm, bilin ki, o belədir. Şuuraltı mütəxəssisə müraciət etsək daha tez nəticə alarıq. O getsə o bilir ki, məsəl üçün o yoldaşdan boşanacaq. Psixoloqla sizin fərqiniz nədir? Pis yaxşı uşaqlara baxır. Nə olsun ki, mən bədbəxtəm. Şuuraltı bir blok yaradır ki, o ideal çəkiyə çata bilmir. Ümumiyyətlə Azərbaycan konservativdir. Metaforik kartlar nədir? Şuuraltı olaraq kompensasiya edir ki, mən yaxşıyam, mən yaxşıyam. Mənə inandırıcı gəldi. Küçə yataq pişirəli. Həsə buna görə pul verirlər. Veganlar, vegetarianlar, onlar da çox aqressiv insanlardır. Bunu heç kimə demə, ayıbdır, ayıbdır deyə öz hisslərini büruzə verməkdən çəkinir. Bir psixoloq digərini tənqid edir, populyar şəxsləri tənqid edir. Cəmaət də baxır ki, mən getsəm görən öz dərdimi danışsın, mən nə vəziyyətə düşəcəm. Bu yayımı 24/7-nin və Ikona Az Dizayn şirkətinin baş sponsorluğunda izləyirsiniz. Salam Protax izləyiciləri. Bugün qonağımız şuuraltı mütəxəssis Afaq Şükürdür. Bugün çox maraqlı bir mövzuda maraqlı söhbətlər edəcəyik. Afaq xanım, xoş gəlmisiniz. Xoş gördük Sinel xanım. İlk öncə təşəkkür edirəm ki, məni dəvət elədiniz. Çox xoş oldu. Bizə də çox xoş oldu. Afaq xanım bizim üçün şəkər də gətirib. Çox sağ olun. Ağzınız şirin olsun. Çox sağ olun, xoşdur. Afaq xanım, ilk öncə sizin fəaliyyət sahənizdən başlayaq ki, siz dediniz ki, şuuraltı mütəxəssissiniz, art terapiya ilə məşğul olursunuz, neuroqrafiksiz. Bizə maraqlıdır ki, ümumiyyətlə ola bilər ki, sizin peşənizlə tanış olmayan izləyicilər də bizi izləsinlər. Yəni tam olaraq nə edirsiniz? Biraz öz sahəniz haqqında bizə biraz məlumat verin. İlk öncə onu qeyd edeyim ki, mən integral yanaşmada çalışıram və neuroqrafika, maq terapiya, şuuraltı terapiya ümumilikdə, Hellinger texnikasıdır və yaxud art terapiya. Bunlar sadəcə bir üsullardır və vasitədir ki, biz insanlara bu vasitələrlə şuur altında olan hansısa bir problemləri, blokları, qorxuları götürməkdə və çözməkdə kömək edirik. Psixoloqla sizin fərqiniz nədir? Psixoloqlarda konkret bir belə deyim, bir növ sahələrə bölünür. Misal üçün gestalt terapiya, sonra kognitiv davranış terapiya, MDR terapiya. Bunlar bu bir üsulla da işləyə bilər, inteqrativ şəkildə də işləyə bilərlər. Ancaq misal üçün kognitiv davranış terapiya mənim zənnimcə, bəlkə də ola bilər tənqidlə qarşılaşım, çox uzun uzadı çəkir. Yəni aylar, həftələr, illər gərəkdir ki, kognitiv davranış terapiya vasitəsilə insan hansısa bir problemi çözsün. Şuuraltı terapiya daha effektiv, daha tez, belə deyərdim və daha dərin sayıla bilər. Aha, biz yəni problemlərimiz varsa, psixoloqdansa şuuraltı mütəxəssisə müraciət etsək daha tez nəticə alarıq. Belə tam demək olmaz ki, psixoloqlar da bizdən inciməsin. Bütün peşələrə hörmətlə yanaşıram. Təbii ki, hər bir istiqaməti öz seçimi var. Şuuraltı terapiyada metodlar fərqlidir və biraz skeptik bir yanaşma tərzi də yarada bilər insanlarda. Biraz ezoterika ilə qarışıq yarada bilər ki, necə ola bilər ki, mümkün deyil. Və çox vaxtı psixoloqlarla şuuraltı terapevtlər arasında konflikt olur bəzən və yaxud da üst-üstə fikirlər düz gəlmir. Və yaxud da psixoloqlar tənqid edir şuuraltı terapevtləri ki, belə bir sahə yoxdur ümumiyyətlə. Yəni gedin ali təhsillər alın, nələrsə edin də. Nə maraqlı burada. Deməli, iki tərəflər arasında mübahisələr var. Bu məsələyə toxunarıq. Bəli. Bəs sizə insanlar ən çox hansı problemlərlə müraciət edirlər? Fərqli mövzularla müraciət edirlər. Misal üçün, ailə qura bilmir, ünsiyyət qura bilmir əks cinslə. Ailədə problem yaşayır, özgüvənsizlik, hansısa qorxuları var, fobiyaları var. Və yaxud da bir xanım var idi ki, uşağı dünyaya gətirə bilmirdi. Yəni, belə deyim, bətnində tələf olurdu. Bu da şuuraltı problem idi. Çünki qorxular var idi. Və əgər şuuraltı hazır deyilsə ki, bir ana övladı dünyaya gətirsin, qorxular var ki, mən bacarmaram, mənim vəsaitlərim çatmaz və yaxud mən karyera qurmaq istəyirəm. Neynəsə də, yəni o uşaq dünyaya gəlməyəcək. Gəlsə də, bu mistik səslənsə də bu belədir. Çünki şuuraltı belə işləyir. Yəni o ana qorxur ki, uşağıma yaxşı ana olmayacağam, ona görə də. Bəli, və burada blok yaranır, şuuraltı blok. Və bu şuuraltı blokları tapıb işləyəndən sonra insan çox rahat şəkildə hamilə qalır, uşağı dünyaya gətirir. Reklam kimi çıxmasın, belə deyərdim ki, bir xanım var idi.
5 seansdan sonra xanım hamilə qaldı. Hətta mənə demədi. Sonra bir müddətdən sonra təzədən gəldi, davam etdi və mənə dedi ki, mən biraz qorxdum, yenə ki, birdən deyərəm, belə də inancları var idi xanımın. Ancaq çox gözəl dünyaya gətirdi uşağı, qorxuları getdi. Çünki biz sırf qorxularla işləyirdik və hər şey yaxşı oldu. Siz dərinə gedirsiniz ki, bu qorxunun səbəbi nədir, bu uşaqlıqdan yaranıb və s. və s. Sonra artıq o üzərində işləyirsiniz bu qorxuları. Bəli, və yaxud hansısa travmatik təcrübə əsasında ola bilər ki, misal üçün travmatik təcrübə yaşayıb və bundan sonra şuuraltı lori dildə başa salıram izləyicilərimizə. Şuuraltı qərara gəlir ki, övlad lazım deyil. Bu insana övlad lazım deyil. Mane olacaq övlad və yaxud da yəni hətta o dərəcəyə gəlir çatır ki, insanda yəni bədən psixosomatika qoşulur bura. Yəni bədən inkar edir. Fiziki olaraq yəni. Bəli, fiziki olaraq. Yəni şuuraltı bloklar həyatımızda bu dərəcədə təsir eləyir. Yəni hətta bu iş tapmaqda da ola bilər, ailə qurmaqda da ola bilər. Bəli. İstəmirik şuuraltımız və biz ona görə iş tapa bilmirik, amma bizə elə gəlir ki, biz istəyirik. Bəli. İnsan deyir ki, mən istəyirəm münasibət qurum, amma şuuraltı ilə işləyəndə seanslar zamanı görürəm ki, misal üçün qadın deyir ki, mən çox münasibət qurmaq istəyirəm. Amma artıq baxırsan ki, 38-40 yaşı var, hələ də sağlam münasibət qura bilməyib. Və şuuraltıya dərinliyə gedəndə görürsən ki, insana kişilərə qarşı çox böyük nifrəti var. Mən öldürərdim kişiləri, mən belə eləyərəm, elə eləyərəm, görməyə gözüm yoxdur. Bəs bu düşüncələrlə insan necə ailə qursun, necə sağlam münasibətə girsin? Təbii ki, şuuraltı qorunmaq üçün başlayır insanı o şeydən qaçırtmağa. Yəni ki, münasibətə girmək pisdir kimi bir düşüncə formalaşır insanda. Və yaxud kişilər bərabərdir təhlükə. Aha. O yüzdən insan necə getsin, sağlam münasibət qursun. Özü-özünü sabotaj edir elə bir ki. Bəli. Axırı pis olacaq deyir. Məsələn, əvvəlindən deyir ki, bəli, müdafiə mexanizmi qoşur. Çünki bizim şuuraltımız bizdən daha yaxşı bilir ki, bizə nə lazımdır və yaxud nə lazım deyil. Bəs arıqlamaq, kökəlmək bu barədə də yəqin ki. Eynilə. Yəni artıq çəki əgər gəlirsə bizim həyatımıza, bu mütləq onun göstəricisidir ki, bu artıq çəki bizə lazımdır. Və bəzi qadınlar deyir ki, yox, mən artıq çəkimdən zəhləm gedir, baxıram güzgü özümə nifrət edirəm. Yəni artıq çəki səni gəlib müdafiə eləməyə, qorunmağa. Misal üçün, xanım çox gözəl bir xanım olub, tutalım ki, model olub və hansısa bir seksual təcavüzə uğrayıb və yaxud da hədsiz dərəcədə ona belə deyim, kişi diqqətindən əziyyət çəkib də, yəni. O yüzdən şuuraltı qərara verir ki, mən artıq çəki yığsam bu bədən artıq incə, gözəl olmasam, bu kişilər məndən uzaq duracaq, bu təcavüzə uğramayacaq və bu formada müdafiə edir. Yəni orada təkcə təcavüzlə bağlı deyil artıq çəki. Orada bastırılmış duyğular var, qorxular var, kin var, qəzəb var. Ən çox qarın nahiyədə, yəni kin, qəzəb və həzm edə bilməyən bir dərin situasiyalar var. Ola bilərmi ki, həmin insan gözə görünür olmaqdan qorxur, çəkinir və ona görə də bu orada şuuraltı bir blok yaradır ki, o ideal çəkiyə çata bilmir. Ya arıqlaya bilmir, ya kökələ bilmir. Bəli, təbii ki, çünki artıq çəki insana dediyim kimi müdafiə qoyur. İnsan kökəldikcə başlayır özünə nifrət eləməyə də. Çünki misal üçün insan 25 il gözəl bir çəkidə olub, ideal bir çəkidə olub, özünü bəyənib, özünü sevib, həmişə öndə olubdu. Amma sonra bir travmatik təcrübə yaşayır. Və ondan sonra bu artıq çəki gəlir, insan nə edir? Başlayır özünə nifrət eləməyə, başlayır özünə qapanmağa, evdən çölə bayıra çıxmır və beləcə özünü müdafiə edir. İnsanlardan, cəmiyyətdən belə. Dietoloqa gedib məsələn nəticə almayanlar artıq düşünə bilər ki, ya psixoloqa ya da şuuraltı mütəxəssisə müraciət etsinlər, ola bilər? Bəli, təbii ki, mən onu da inkar etməyəcəm ki, insanlar gərək həkimlərə də müraciət etsinlər, öz hormonlarını yoxlasınlar, hansısa bir digər ola bilər ki, problemlər var. Ancaq onu da qeyd edeyim ki, yenə də orada da olan problemlər şuuraltının, yəni tələbi ilə olunan bir problemlərdir, yəni. Şuuraltımızı tam qorumağın bir yolu yoxdur da.
İnsan çox vaxtı həyatını şuuraltı olaraq yaşayır. Biz əgər fikirləşiriksə ki, biz misal üçün sizinlə bu studiyada oturmuşuq və bu studiyanı siz şuurlu şəkildə seçmisiniz, mən də şuurlu şəkildə seçmişəm, biz yanılırıq. Çünki yenə də şuuraltı olaraq, əgər şuuraltım istəməsəydi ki, mən bugün burada çıxış eləyim və yaxud bir blok olsaydı, mən bura gəlməyəcəkdim. Mən ya xəstələnəcəkdim, mən ya başqa bir işim çıxacaqdı, ya da sabotaj olacaqdı, sizin sözünüz olmasın. Yəni cəsarətimizi topladıq, bir-birimizə yazdıq, ayarladıq və s. Bunların hamısı şuuraltı. Şuuraltı açıqdır buna. Deməli bir ziyan gəlməyəcək. Əziz Protax izləyiciləri, bizi izləyənlərin bir çoxu bizə abunə olmayan izləyicilər də abunə olmağı, rəy yazmağı, bəyənməyi unutmayın. Bayaq qeyd etdik ki, insanların psixoloqlara müraciətindən və ya həkimə müraciətindən bəzi insanlar var ki, onlar problemləri olduqlarını bilə-bilə nə psixoloqa, nə terapeutə heç kəsə müraciət etmirlər. Ümumiyyətlə psixoloji terapiyaya qarşıdırlar. Yəni bu haqqda nə fikirləşirsiniz? Nəyə görə bu belədir? Mən tez-tez rastlaşıram bundan sosial şəbəkələrdə. Ən çox da yəni TikTok və Instagram platformasında ki, psixoloqun özünə psixoloq lazımdır, insan özü özünün psixoloqudur. Bu ən populyar cümlələrdir Azərbaycanda. Mən onlarla qismən razıyam. Çünki həqiqətən də insan özü istəməlidir ki, öz həyatını dəyişdirsin. Burada deyirlər də, yəni qismən insan öz-özünün psixoloqudur. Qaldı ki, psixoloqun özünə psixoloq lazımdır. Təbii ki, biz deyə bilmərik ki, diş həkimi lazım deyil. Çünki hər insanın ümumiyyətlə psixologiya sahəsinə buradan başlayım ki, bizim cəmiyyət biraz agah olsun. Siz əgər fikir vermirsinizsə, kinolarda, filmlərdə, seriallarda həmişə göstərirlər ki, psixiatrlarda, psixoloqların özündə həyatında xaos baş verir. Çox böyük problemlər olur. Bunu bir növ tənqid kimi, gülmək məqsədi ilə, yəni yamsılamaq kimi çəkirlər. Rejissorlar bunu göstərir, amma əslində bu düzdür. Psixologiya sahəsində heç kim gözəl həyatdan gəlmir. Təbii ki, mütləq neqativ təcrübələr yaşayır və araşdırır, nə bilim, oxuyur, psixoloqa gedir, terapiyalar alır və sonra qərara gəlir ki, mən bunu bacardımsa, mən insanlara da bunu çatdıra bilərəm. Təbii ki, hamı yox, amma əksər insanlara və çox böyük xilaskarlıq pozisiyası var psixologiya sahəsinə gələn insanlarda. Sadəcə bu sahəyə gələndə gərək biraz bunu tənzimləyəsən. Yəni qaçmayasan ki, hamını mən çıxardım bu situasiyadan. Bildiniz necə? Yəni hal-hazırda da psixoloqun özündə də hal-hazırda həyatında pis problemlər yaşana bilər, xaos ola bilər, amma o yenə də kömək edə bilər də, yəni işinə davam edə bilər. Bəli, təbii ki. Yəni öz şəxsi həyatını işinə qatmamalıdır. Bu bir. Qayıdaq sizin sualınıza, niyə belə bir yanaşma var? Bu mentalitetlə ilk öncə əlaqəlidir. Çünki bizdə konservativ, ümumiyyətlə Azərbaycan konservativdir. Konservativ bir dövlətdir. İndi təzə-təzə biz başlayırıq inteqrasiya eləməyə və bizdə nə deyirlər? Sakit dur, danışma, olmaz. Qonaq gəldi, özünü yaxşı göstər. Problemi heç kim bilməməlidir. Ata içki içirsə bunu heç kim bilməməlidir. Kimsə hansısa nəsə aludəçisizsə bunu heç kimə demə. Ayıbdır deyə bu ona gətirib çıxardır ki, insanlar öz hisslərini büruzə verməkdən çəkinir, qorxur. Bu bir. İkincisi, psixoloqların, mütəxəssislərin əksəriyyəti sosial şəbəkədə başlayırlar bunu tənqid eləməyə. Filankəs belə geyindi, filankəs belədir, bir psixoloq digərini tənqid edir, bir psixoloq digər populyar şəxsləri tənqid edir. Cəmaət də baxır ki, bunları tənqid edir. Mən getsəm görən öz dərdimi danışsam, mən nə vəziyyətə düşəcəm? Başa düşürsüz? Mənim də geyimimi tənqid edir. Bəli, və buradan ya başlayır ideal bir şəkil yaranmağa ki, mən gəlim, mən özümü ideal göstərim, mütəxəssisin yanında mən beləyəm, mən belə deyiləm. Amma o kim deyir mən belə deyiləm, bilin ki, o belədir. Bu həqiqətən belədir, yəni. Başa düşürsüz necə? Yəni bir də ən çox burada qorxu var. Qorxu. Özü ilə üzləşmək qorxusu. Yəni insan üzləşməkdən qorxur. İnsan bilir ki, qadın bilir ki, o getsə mütəxəssisə, psixoloqa. Çünki o əvvəldən videoroliklərə baxır, izləyir hansısa mütəxəssisləri mütləq YouTube-da, TikTok-da və anlayır harda söz problemini. O getsə o bilir ki, məsəl üçün o yoldaşdan boşanacaq.
Orada da şuuraltının xeyri var ki, mən boşanmayım. Yoldaşım pul gətirir, maaşını verir, pis yaxşı uşaqlara baxır. Nə olsun ki, mən bədbəxtəm, mənə vaxt ayırmır və s. və ilaxır. Getmir və belə də davam edir. Yəni cəmiyyətin problemi özü ilə üzləşməkdən qorxmaqdır və məsuliyyətdən qaçmaqdır. Çünki psixoloqa gələn insan, mütəxəssisə gələn insan məsuliyyəti öz boynuna götürməlidir ki, bəli, mən gəlmişəm və mən öz həyatımın yaradıcısıyam, özüm öz həyatımı idarə eləyəcəm. Amma təəssüflər olsun ki, buna hamı hazır deyil. Anladım sizi. Bir psixoloq seansı necə keçməlidir? Çünki biz bu barədə də mən özüm bu barədə çox oxumuşam, tənqidlər oxumuşam ki, məsələn, göstərir ki, psixoloq dayanır, onun deyir ki, can, məsələn, serialda deyir ki, ayalı, yazıq ya da ağlayır psixoloq. Orada rəylərdə yazılır ki, psixoloq elə davranmamalıdır və ya ona bir məsləhət verməməlidir, yol göstərməməlidir. Açığı məndə bir sual yaranıb ki, görəsən bir psixoloq seansı əslində necə keçməlidir? Mən öz təcrübəmə əsasən və aldığım təlimlərə, təhsilə əsasən deyə bilərəm ki, bir mütəxəssis, yəni hərə bir cür yanaşma tərzi var. Ancaq insan mütəxəssis etiket qaydalarına riayət etməlidir və belə deyim, deyirləri, psixoloqa pul verirsən, danışırsan, dərdivi heç nə eləmir. Yəni sadəcə dinləyir deyirlər. Sadəcə dinləyir. Əslində psixoloq sadəcə dinləməkdən ibarət deyil. Dinləyir, ancaq hansısa suallar verir, düşünməyə vadar edən sualları verir. Misal üçün, şuuraltı terapiyanın fərqi nədir? Biz birbaşa konkret metodika ilə şuuraltının dərinliyinə girib oradakı insanı üzləşdiririk. Təbii ki, bir neçə seans hazırlaşdırdıqdan sonra insan öz travması ilə üzləşməyə hazır olanda və yaxud insan ona hazır olanda. Bəzən olur ki, düzdür, insan hazır olmur. Amma burada bir, belə deyim də, bir nüanslar var ki, yəni artıq baxmalısan. Bu insan hazırdır və yaxud hazır deyil öz travması ilə üzləşməyə. Hazır deyilsə, o topa heç girmirsiniz. Hazır deyilsə, o girə bilərsiniz o travmaya, amma o sonra gəlməyəcək. O gəlməyəcək və daha da geriyə gedəcək. Siz ilkin seanslardan hazırlayırsınız, yoxsa yenə nəticə verməzsə necə edirsiniz? Təbii ki, biz seansa insan gəlir, biz onunla söhbət eləyirik, yəni işləyirik və artıq əgər insan hazırdırsa, biz ora giririk o mövzulara. Yox, əgər insan hazır deyilsə, ona zaman lazımdır. Hara girə biliriksə, yəni hansı mövzulara, o mövzulara biz girib o mövzuları işləyirik və tədricən orada gedib çıxa bilirik. Yəni psixoloqdan fərqli olaraq şuuraltı mütəxəssisin seansları daha interaktiv, daha ünsiyyətlə bağlı keçirdi, elə? Deməzdim. Sadəcə olaraq hər bir belə deyim mütəxəssisin, psixoloqun dediyim kimi öz istiqaməti var. Niyə? Mən özüm də terapiya almışam və kifayət qədər belə saat terapiya almışam ki, bu sahəyə gəlim. Hərə fərqli bir üslubda işləyir. Ünsiyyət də qurur. Yəni mən işlədiyim psixoloqlarla, hansının ki yanına getmişəm, indi adları çəkmək düzgün deyil. Ünsiyyət olub təbii ki, onlar sual veriblər, danışıblar. Hansısa ola bilər ki, terapevtik etikadan biraz kənar çıxıblar. Mən onu deməzdim ki, İnsanlıq halıdır. Hə, bəli. Bəlkə də bunu etməməli idilər, bunu ediblər. Yəni bu bilirsiniz belə bir prosesdir ki, gərək belə deyim, loru dildə desək, gərək damarını tutasan. Çünki əgər sən bu insanla damarını tutsan və ünsiyyəti qursan, terapiya daha effektiv şəkildə keçir. Əgər quru, hə, mən belə işləyirəm, bu, bir də görürsüz insan getməyəcək. Ona görə deyirlər ki, hər kəs özünə uyğun bir mütəxəssis tapır. Yəni Bizdə sadəcə üsullar fərqlidir. Bəli, yəni siz deyirsiniz ki, daha interaktiv şəkildə. Misal üçün biz metaforik kartlarla işləyirik. Misal üçün kognitiv davranış terapiyada olan bir mütəxəssis metaforik kartlarla işləmir. Yəni ola bilər işləyir, amma onun istiqaməti daha fərqlidir. Və yaxud MDR terapiyada xüsusi bir aparatlardan istifadə olunur.
və yaxud tutalım ki, art terapiyada biz rəsm çəkirik, neyroqrafikada biz neyroxətlər çəkirik. Məsələn, mənə maraqlı gəldi, dediniz kartlardan istifadə edirəm. Metaforik kartlar nədir? Metaforik kartlar insanın şuuraltısında olan prosesləri elə bir daha aydın çıxardıb və göstərir. Siz belə kartlar açırsınız, siz o kartlardan seçir və siz heç danışmadan onun problemlərini artıq bilirsiniz, şuuraltı problemlərini, bloklarını. Mən təcrübəmə əsasən artıq bilirəm, amma yenə də dinləmək lazımdır. İnsan deməlidir və məndən soruşanda ki, bu nə deməkdir, kartı göstər. Mən deyirəm, mən bunu sizə deyə bilmərəm. Çünki bir kartın milyon interpretasiyası var. Anlamı var. Siz bir kartı biz çıxardıb qoysaq ortaya, siz orada bir şey görəcəksiniz, digər insan bir şey görəcək, başqa insan başqa şey görəcək, mən başqa şey görəcəm. Ona Amma görə o kart seçməyinin bir səbəbi var həmin insanın. o başqa kartda seçsə o eyni şey deyəcək. Məsələ də burasındadır. Ona başqa cür yansıyır deyirsiniz. Hərəyə bir cür yansıyır. Bəli, şəkillər fərqli ola bilər, amma şuuraltıdakı problem yenə də onu göstərəcək. Neyroqrafik xəttlər necə? Orada nə edirsiniz? Neyroqrafika xətləri beyində olan neyron bağları əks etdirir. Neyroqrafika üsulunun müəllifinin zənnicə, neyroqrafika təbiətlə sıx əlaqəlidir. Yəni misal üçün bu fincanda bir tekstura var. Bu xətlərdir. Və yaxud bu stolda da bir xətlər var. Və yaxud biz ağacın yarpağına baxanda orada bir xətlər görürük də. Bu xətlər xaotik formadadır. Biz bilmirik ki, bu xətlər hara gedir. Yəni hamısı standart simmetrik bir xətlər deyil. Və neyroqrafika onu əks etdirir. Bu da bizim təbiətlə əlaqəmizi göstərir və eyni zamanda neyron bağları əks etdirir və onları birləşdiririk, neyroxətləri çəkib birləşdirib oradakı küncləri yuvarlaqlaşdırırıq, biz yumru edirik. Kəsişmələr ümumiyyətlə konflikt deməkdir. Bax, misal üçün bıçaqdır, iynədir, kəsici bir alətlər həmişə nə göstərir bizə? Təhlükə, dava. Görürsüz, negativ interpretasiya yaradır. Misal üçün X, krest bunlarda. Biz onları yumru edirik. Yəni yuvarlaşdırırıq. Bəli, yuvarlaşdırırıq, daha yumşaq edirik. Və bu o deməkdir, rusca bir ifadə var, sglajivать углы. Yəni küncləri yumru edirik də. Siz fikir vermisinizsə, yumru formalar daha bizə pozitiv, bütöv, belə komfortlu gəlir. Anladım. Kəskin olanı yumrulaşdırırsınız, rahat olur, sadə olur. Və bu inteqrasiya ilə biz bir rəsmi çəkirik, bir mövzu götürürük, çəkirik, sonra orada rəngbərəng rənglərdən istifadə edirik və axırda biz baxırıq ki, biz xeyli rahatlaşmışıq, yəni. Həm bədən cəhətdən, həm şuuraltı cəhətdən və get-gedə bu üsul, demirəm bu üsul fantastik bir üsuldur, amma çox maraqlı bir üsuldur. Bir rəsmlə bir problemi axıra kimi təbii ki, həll etmək mümkün deyil. Gəlib başlayasan işləməyə onun üzərində. Amma bir neçə rəsmdən sonra artıq effektlər büruzə verir özünü. Ona görə çox vaxt onu ezoterika ilə səhv salırlar və deyirlər ki, yox, belə bir şey ola bilməz. Mən burada çəkdim, bu orada belə oldu. Amma bu sadəcə şuuraltı bir işləmdir. Yəni. İnsan relaks olur, insan bütün negativi buraxır ora, vərəqə və artıq daha rahat, daha sərbəst. Əsassız da deyil. Yəni insanların mənə inandırıcı gəldi, yəni insanların, "Ay, o mümkün deyil" deməyi məntiqsizdir. Neyroqrafika elmi təsdiqlənmiş üsuldur bu arada və onun özünə məxsus institutu var. Yəni mən o institutda təhsil almışam. Və imtahan vermişəm, bəli. Sadəcə durub rəsm çəkməklə deyil. Yəni oradakı anlamırlar deyə deyirlər də ki, yəqin ki, əsassızdır, ezoterikadır və s. Bəli, və mənə çox vaxt müraciət edirlər adi bir insanlar ki, mənə öyrədin, ki mən də gedim kiməsə öyrədim və pul qazanım. Mən başa sala bilmirəm ki, ilk öncə bizdə qadağadır, olmaz. İnstitut tərəfindən qadağa qoyulub. Biz, yəni mən mütəxəssis olaraq dərs deyə bilmərəm. Niyə? Tələbə dərs deyə bilməz. Elə bir qadağadır. Yox, çünki mən neyroqrafika mütəxəssisiyəm, amma neyroqrafikanın təlimçiləri də var. Onlar artıq minimal səviyyədə neyroqrafikadan təlim keçə bilərlər. Yəni və orada neyroxətləri öyrənərək sən durub
başqa insana o təlimi keçə bilməzsən. Çünki onun incəlikləri var, onun dərinlikləri var və bu həqiqətən də bu üsul sabah kömək etmək əvəzindən problem də yarada bilər. Əgər sən onu axıra kimi bilmirsənsə. İki şey öyrənib gedib onu öyrətməklə sən mütəxəssis ola bilməzsən. Çünki biz əziyyət çəkib imtahan veririk, neçə dənə rəsmlər çəkirik və bunu test keçirik, isbat edirik. Yəni dəqiqliklə biz onu necə öyrənmişiksə, onu bizə dərs keçən insanlara qaytarırıq ki, biz həqiqətən hazırıq bu insanlarla şuuraltı. Çünki bu şuuraltı işləmdir və şuuraltı işləmdən zarafat eləmək olmaz. Bu sadə bir sahə deyil deyirsiniz. Yəni buna qeyri-ciddi yanaşmaq olmaz. Bu tez öyrənilən bir sahə də deyil. Yəni hər adam öyrədə bilməz. Bəli, kim burdan həmin insanlara səslənirəm. Kim neyroqrafikadan təlim almaq istəyirsə, institutun özünə müraciət etsin və yaxud neyroqrafika təlimçilərinə müraciət etsin. Anladım. Afaq xanım, hal-hazırda heyvansevərlik, heyvanlar gündəmdədir, bilirsiniz ki, sosial şəbəkələrdə bizim heyvansevərliklə bağlı postda rast gəlmədiyimiz gün yoxdur. Hamısında bir yardım aksiyaları və s. görürük. Sizin bu barədə fikirləriniz necədir? Əslində bu çox gözəl bir tendensiya yaranıb ki, insanlar artıq başlayıb digər ölkələrdəki kimi heyvanları ciddiyə almağa və yardım aksiyaları təşkil etməyə. Sadəcə olaraq onu qeyd edeyim ki, yardım aksiyalarına qoşulanda gərək insanlar diqqətli olsunlar. Çünki bir də görürsən ki, bir pişiyi, bir heyvanı götürürlər və fərqli pozalarda, şəkildə çəkirlər, köhnə şəkilləri paylaşırlar və pul yığırlar. O heyvan artıq ölüb, heyvan xilas edə bilməyiblər. Amma yenə də bu postlar davam eləyir. Və burada bəzi insanlar artıq buna maddiyyat kimi yanaşmağa başlayıblar və insanların da güvəni başlayıb itməyə. Ona görə mənim fikrimcə kim heyvanlara yardım etmək istəyirsə, güvənli mənbələrə müraciət etsin. Konkret bilir ki, bu insan yardım edir, o insana dəstək olsun. Çünki həqiqətən də yardımsevər insanları tanıyıram, heyvansevər insanları ki, həqiqətən də götürür, heyvana yardım edir, kömək edir, əməliyyat edir. Onlara təbii ki, pul köçürtmək də olar, yardım etmək də olar. Ancaq digər mənbəyə bilinməyən bir belə deyim, kartlara, insanlara, yəni məlumatı olmayan bir insanlara vəsaitlər köçürülməsin. Çünki daha da heyvanları saxlayırlar, xəstələndirirlər ki, heyvanlar xəstələnsin və sonra başlayırlar yardım aksiyasını keçirtməyə və onun üzərində pul qazanmağa. Mən çöl heyvanların neçəsini əməliyyata aparıb gətirəndə taksi vasitəsilə, taksistlərin bir dənə cümləsi var idi. Hə, sizə buna görə pul verirlər. Nə qədər pul alırsınız buna görə? Mən insanlara izah edə bilmədim ki, mənim qazancımın yarısı heyvanlara yardıma gedir. Sadəcə ürəyimdən keçir, bu da təbii ki, travmaya əsasəndir. Bu da. Bəli, hədsiz dərəcədə heyvansevərlik, yardım etmək, bu hansısa bir travmatik təcrübədir heyvanla bağlı. Ya heyvan, saxlamısan heyvan ölüb, yardım edə bilməmisən və şuuraltı artıq başlayır kompensasiya etməyə ki, günahkarlıq hissi var axı. Ki, mən buna yardım edə bilmədim, qoy buna yardım edim. Şuuraltı olaraq kompensasiya edir ki, mən yaxşıyam. Başa düşdünüz? Və belə, yəni ona görə də bəzi heyvansevərlər çox travmatik insanlar olur, tənha insanlar olur, heyvanlarla o tənhalığı bağlamaq istəyir, belə deyim. Və öz sevgisini heyvanlara verir. O da o insanlardır ki, sosialdan uzaqlaşıb. İnsanlara bir növ deyim olan sevgisini yönəldib heyvanlara. Amma insanlara qarşı bir nifrət var. Amma bu da hamıya ünvanlanmır təbii ki. Yəni burada sadəcə bir bunların tiplərini deyirəm də ki, hardan bu heyvansevərlik hardan yaranır. Biz də bir çox insana kömək edirik. Məsələn, bir xanım var, 7-8 pişiyi bir evdə saxlayır və o evdə saxladığı üçün nə qədər o söz eşidir qonşulardan və s. Amma gəlib, yəni biz onun üçün kömək aksiyası falan paylaşanda bu arada adresi və s. bildiririk. Yəni gedib yoxlaya da bilərlər. Özləri yemək də apara bilərlər. Sırf yəni yardım, maddi yardım lazım deyil ona. Həm də yemək də lazım olur. Elə özləri də pişik apara bilərlər xəstəxanaya və s. Yəni şəffaflıq var o barədə. Sadəcə deyirlər ki, işte 8 pişiyi bir arada saxlamaq, ay siz onları yoluxdurursunuz, bu kömək deyil və s. Yəni küçəyə ataq pişikləri. Bunlar mənə elə gəlir ki, həddindən artıq həssas insanlardır və
bir xətt olmalıdır da. Yəni sevməklə həddindən artıq sevmək arasında bir fərq olmalıdır deyə düşünürəm. Başa düşdüm nə demək istəyirsiniz. 7-8 pişik saxlayanda insan başa düşməlidir ki, bir pişik əgər hansısa bir xəstəlik varsa, onu izolyasiya eləmək lazımdır. Təbii ki, müalicə eləmək lazımdır. Buna diqqətlə yanaşmaq lazımdır, çünki bu çox böyük məsuliyyətdir. Bəli. Birində göbələk varsa o birlərdə də Bəli, bulaşdıracaq. çünki mən özüm 5 pişik saxlayıram bu arada. Evdə? Bəli. Ay, nə gözəl. Və o yüzdən də əgər bir pişik xəstədirsə, mütləq şəkildə o ambulator şəraitə göndərilir, müalicə olunur ki, digərləri yoluxmasın və mütəmadi olaraq veterinarla əlaqədə oluruq, veterinar gəlir, gedir. Yəni bu mütləq bir şəkildə olmalıdır. Və sizə deyim ki, belə insanlar çox vaxtı elə belə deyim də, ən çox OKR-dən əziyyət çəkir ki, ay tük olmasın, təmizləyir, gündə 100 dəfə bəlkə də o yer təmizləyir. Halbuki kimsə gəldi ki, buna bax, 5 pişik saxlayır. Amma bəzən baxırsan ki, 5 pişik saxlayan insanın evi heyvan saxlamayan evindən daha təmizdir. Bəli. Qaldı ki, bu məsələyə hədsiz dərəcədə takıntılı olmaq, türklər demiş, bu mövzuya ki, bu qədər yəni olmaz. Bu insanlar çox vaxtı travmalı insanlardır. Hansı ki, artıq mütləq ki, bu heyvanın ölümü ilə rastlaşıb, xilas eləyə bilməyib, ya gözün önündə heyvan ölüb, ya müalicə eləyib onu xilas edə bilməyib, ondan sonra çox böyük aşırı dərəcədə təlaş yaranıbdı onda. O təlaşdan, o belə deyim, dəqiqə başı fikir çəkir ki, necə olacaq, bu da normal bir şey deyil də. Bir növ deyim ki, çox vaxtı yəni bunun əsasında insanlar aqressivləşir, insanlarla başlayır düşman olmağa. Yəni ki, siz pis baxırsınız, mən yaxşı baxıram, belə olmamalıdır, belə olmalıdır. Yəni məncə o travmanı işləmək lazımdır ilk öncə və yaxud biraz bu heyvansevərlik mövzusundan biraz kənara çəkilmək lazımdır. Yəni bir balaca fasilə vermək lazımdır ki, psixika artıq tab gətirmir ki, aqressiyaya gətirib çıxardır. Mən bunları özüm yaşamış bir insan kimi onu qeyd edə bilərəm ki, məndə də bu proseslər yaşamışam. Qısa deyəcəm sizə. Mən bir yağışlı havada çölə çıxdım və fikir vermədim ki, yağış yağır. Gördüm ki, kurtkamı geyinməmişəm. Zəng vurdum ki, mənə balkondan aşağı kurtkamı açsınlar. Gəlib bu balkonun altında dayananda mən gördüm ki, orada 6-7 dənə pişik. Gözləri çürüyür hamısının. Bax, belə pırtlayıb çıxıb gözlər. Və o dəqiqə məndə elə aqressiya qalxdı. Aqressiya qalxdı bu dünyanın ədalətsizliyinə, bu insanlara ki, siz keçirsiniz, siz yemək verirsiniz. Neujeli siz bu heyvanı görmürsünüz ki, bu həddə gəlib çatıb. Bu, məndə bundan da əvvəl travma var idi, pişiklə bağlı. Bu, vəbşə travma üstünə travma gəldi. Mən özümə gələ bilmədim, bəlkə neçə gün. Mən bütün o pişiklərin hamısını apardım, əməliyyat elətdirdim, müalicə elətdirdim. Bir müddət qışı saxladım, belə deyim, klinikada. Onlara baxdılar və onlar zaten özləri gözlərində problem olduğu üçün qısır elədim ki, yəni bu xəstəlik onlarda irsi xəstəlik idi həm də, belə deyim, yayılmasın. Ondan sonra biraz rahatlaşdım və onda məndə çox böyük aqressiya qalxmışdı. Bəşəriyyətə qarşı ki, insanlar niyə baxmır, niyə etmir? Brend geyimlər alır, brend çantalar alır, düzdür, onların haqqıdır. Amma bizdə bu kainatın, bu təbiətin bir hissəsiyik və onlar da bir hissəsidir və biz yardım eləməliyik. Yəni görüb keçən adamlar da orada mənə də çatmır ki, yəni pişikdir də miyolduyur, itdi. Yəni onlar 8 saat ac qalanda da onu bölürlər də. Yəni bir dənə yemək 60 qəpik, 1 manat bir şeydir. Al ver də nə olacaq ki? Mən sizi başa düşürəm. Kömək etməyinizə də çox sevindim. Bəs veganlar, vegetarianlar, onlar da çox aqressiv insanlardır. Bu barədə nə fikirləşirsiniz? Əslində mən vegetarian insanların aqressiv olduğunu mən rastlaşmamışam ki, aqressiv olsunlar. Ən çox vegetarianlığa üst tutan insanlar çox vaxt yoga ilə, meditasiyadan məşğul olan insanlardır və onların düşüncəsi ilə heyvanlar da, insanlar da eyni hüquqlara malikdir və canlı sayıldığı üçün, yəni bu artıq çox böyük bir faciədir ki, bir canlı digər bir canlını yesin. Bu dəhşət bir şey yaradır onlarda. O yüzden də bu vəhşilik kimi
qəbul olunur və dediyim kimi bu da hədsiz dərəcədə yoga ilə məşğul olmaqla əlaqəli ola bilər və yaxud travmatik bir təcrübədir. Çünki dediyim kimi mən özümdə bu qənaətə gəlib çıxmışdım. Yəni adicə dükanda balıq görəndə mən deyirdim, balığı tutublar, qoyublar, o hələ də tərpənir, deyirəm bunu yeyəcəklər. Mən oradan çıxırdım. Yəni mənim özümdə də çox psixoloji, çox pis təsir eləmişdi mənə. Mən onların fəlsəfəsini başa düşürəm. Hardasa böyük formada haqq da verirəm ki, yəni düz deyirlər də, heyvanlarda bizim yeməyimiz olmamalıdır. Amma əslində təbiət belə qurulub. Bəli. Şuur altından danışıb yəqin ki, yuxulardan danışmamaq mümkün deyil. Yuxular barəsində nə deyə bilərsiniz? Yuxular bizə bir göstəricidirmi? Və ya sizin şuur altı terapiyalarınızda yuxular nə qədər rol oynayır? İlk öncə onu qeyd edeyim ki, yuxular fərqli olur. Yəni bunu Jung qeyd eləyib öz işlərində, Carl Jung. Və yuxular var ki, bizim qorxularımızı əks etdirir. Yuxular var ki, biz onları görürük və bir müddətdən sonra bu hadisələr başlayır həyatımızda cərəyan etməyə. Bu hardasa belə deyim, biz bunu ümumi bir insanların bio sahəsindən bu informasiyanı şuuraltımız qəbul edir və bizə ötürür. Bu biraz başqa mövzudur, dərin bir mövzudur. Ən çox qorxulardır, ən çox travmatik təcrübələrdir ki, insan nə isə çözə bilmir özü-özlüyündə. Ona görə də yəni biz belə bir yuxular görə bilirik. Misal üçün sizi konkret təkrarlanan bir yuxu var ki, siz Mən bir çox insandan da eşidirəm ki, təkrarlanan yuxular görürlər. Bunun bir mənası var. Bölüşə bilərsiniz misal üçün? Yəni mən məsələn həmişə yuxuda görürəm ki, mən liftdəyəm, lift düşür şaxtaya. Bu nə yuxudur? Niyə görürəm mən bu yuxunu? Aha, bu ola bilər ki, şuuraltınız onu göstərir ki, sizdə qorxu var. Yəni çökmək qorxusu var. Onunla da əlaqəli ola bilər. Yox olmaq qorxusu, çökmək, hər şeyi itirmək qorxusu. Əgər həqiqətən də birbaşa liftdə qalmaq qorxusu kimi bir travmanız və yaxud qorxunuz yoxdursa. Liftlə bağlı mütləq ki, şuuraltıda bir məqam qalıb ki, onu çözmək lazımdır. Mən belə düşünürəm. Yəni bəlkə də gəlib işləsəniz, araşdırsanız başa düşəcəksiniz ki, siz bu yuxunu niyə təkrar görürsünüz. Siz müraciət edən insanlardan terapiya zamanı soruşursunuzmu, təkrarlanan yuxuları varmı və ya ümumiyyətlə yuxularında nə görür? Yəni bu rol oynayır nəsə terapiyada? Bəzən rol oynayır. Çox vaxt insanlar özləri bu haqqda danışır, amma çalışıram çox vaxt insanların fikrini ora yönəltməyim. Çünki yönəldikcə insanlar başlayır demək olar ki, bir insan var idi ki, müraciət etmişdi terapiyada. O hər gün bir yuxular görürdü və bunun bir mistik, ezoterik bir açıqlamasını gözləyirdi ki, halbuki bu o yuxuları ona görə görürdü, çünki çox travmalı insandı, çox qorxuları var idi və təkrar öz qorxularını görürdü. Və biz təbii ki, bundan işlədik. Metaforik kartlar vasitəsilə və insan başa düşdü ki, bu yuxuları niyə görür, bu yuxular buna nə demək istəyir, şuuraltı nə demək istəyir insana. Anladım. Yəni çox dərinə getsəz, o özü də təzədən eyni yuxuları görər, daha da dərinə gedər və bu yaxşı takıntı olmaz. yaradır. Takıntı yaranır, bu yaxşı olmaz deyirsiniz. Çox təşəkkür edirəm Afaq xanım. Çox maraqlı podkast oldu. Düşünürəm ki, izləyicilər də bunu çox bəyənəcəklər. Təşəkkür edirəm gəldiyiniz üçün. Çox sağ olun ki, dəvət etdiniz. Bu arada mən çox şadam və çox gözəl, maraqlı suallar verdiniz. Aktual olan suallar oldu. Təşəkkür edirəm. Siz də suallarımıza dolu cavablar verdiniz. Bir daha təşəkkürlər. Bizi izlədiyiniz üçün təşəkkürlər. Protax izləyiciləri abunə olmağı, rəy yazmağı, rəylərdə görmək istədiyiniz qonaqları qeyd etməyi unutmayın. Protax.